Cəlilabad rayonunda 2016-cı ildə itkin düşən 1982-ci il təvəllüdlü Xəlilova Xəyalə Ramiz qızının qətlə yetirildiyi məlum olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan verilən məlumatda bildirilir ki, polis və penitensiar xidmət əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində cinayət əməlinin əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Eynullayev Elnur Nizami oğlu tərəfindən törədilməsi müəyyən olunub. O, hadisəni Göytəpə qəsəbəsində istifadəsiz tikilidə törədib və meyiti həmin ərazidə bastırıb. Meyitin qalıqları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. 2016-cı ildə elə bil oradan asfaltın üstündən evə sarı gələndə oradan götürüb aparmışdılar. Kim aparmışdı, mən onu görmədim. Çıxdım qabağına, deyəm, uşaqlarını gəzdük, demirəm, Əhmədliyə kimi, Təkliyə kimi, nə bilim, da yer qalmadı gəzdük. Yoxdur, bitkə çörək. Axırda dedilər, hə, get xoşqədən verilişinə, bunlar dedi. Məni göndərdilər ora. Getdim ora, o da dedi, hə, elə gəl gündə otur burada, gəl gündə. Mənim qışlarım doğurandı, mən nətər gəlim oturum burada. Şəkər tutdum axı ondan sonra mən. Ümumiyyətlə belə bir hal olmuşdu ki, evə gəlməsin, getsin, gec gəlsin? Yox, heç nə olmur. Həmişə özü hər yer tanıyırdı, vaxtında evə gəlirdi. Hava qaralmamış evdə idi o. Saat 3-də zatda evdə idi, heç nə getmirdi. Bu indi onlar gəlmişdi, o Elnurun anası zadı gəldi mənə dedi, mən bilmirdim ki, mən hardan bildim. Onlar gəldi ki, mənim uşağımı günahlandırıb, dedim, mən heç nə bilmirəm. Onlar polisdilər, orqandılar, tapacaqlar, araşdıracaqlar, kimdir? Kimdir, mən istəyirəm qatil tapılsın. Qatil tapılsın, mənim uşağımın qatili tapılsın. Mən də daha sanacaq içimdə yanacam. Cəlilabad rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyət nəticəsində 2016-cı ilin aprel ayında itkin düşmüş Cəlilabad rayonu Göytəpə şəhər sakini 1982-ci il təvəllüdlü Xəyalə Xəlilovanın qəsdən öldürülməsi müəyyən edilib. İstintaq və əməliyyat axtarış tədbirləri nəticəsində 1997-ci il təvəllüdlü Elnur Eynulayevin aralarında yaranmış mübahisə zamanı Xəyalə Xəlilovanı döyməsi, daha sonra onu boğaraq qəsdən öldürməsi və cinayəti gizlətmək üçün bastırmasına əsaslı şübhələr müəyyən edilib. Xəyalə Xəlilovanın meyitinin bastırıldığı yer müəyyən olunaraq, prokuror kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb. Aidiyyəti üzrə müayinənin aparılması üçün ekspertizaya təqdim edilib. Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci, yəni qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Elnur Eynulayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.